Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Hörmətli dinləyicilər, siz Araz News radiosunun gündəm proqramını dinləyirsiniz. Bu proqramda Güney Azərbaycanın siyasi və milli mübarizə tarixində özəl yeri olan 21 Azər Hərəkatının 80-ci il dönümü münasibətilə Suedin baş kəndi Stokholmda keçirilən önəmli bir konferansa nəzər salacağıq. Stokholmda keçirilən bu konferans önəmli tarixi gündə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının platform sunumu və təqdimatı da keçirildi. Konferansdan öncə İran İslam Cumhuriyyətinin səfarəti qarşısında etiraz mitinqi keçirilərək siyasi məhbusların azadlığı çağırışı səsləndirildi. Bu konferans məzmun və məqsəd baxımından keçmiş illərdə təşkil olunan anım və simvolik mərasimlərdən ciddi şəkildə fərqlənirdi. Bu etkinlik təkcə Güney Azərbaycan Milli Hökumətinin quruluşunun il dönümünü yad etmək üçün deyil, eyni zamanda bugünkü siyasi gerçəklərə ayaq uyduraraq təşkilatlanmış, planlı və gələcəyə yönəlik bir siyasi addım kimi ortaya çıxdı. 21 Azər Konferansının Azərbaycan Milli Hökumətinin qurulmasının 80-ci il dönümünə təsadüf etməsi güclü simvolik və siyasi məna daşıyırdı. Bu zamanlama bir tərəfdən milli hökumətin süqutunun tarixin sonu olmadığını, digər tərəfdən isə Güney Azərbaycanın milli tələblərinin 80 il keçməsinə baxmayaraq əhəmiyyətini qoruduğunu göstərmək məqsədi daşıyırdı. Konferansda vurğulanan əsas fikir bu idi ki, 1325-ci ildə, yəni 1945-də zorla dayandırılan milli siyasi iradə bugün yeni forma və mekanizmlərlə yenidən ifadə olunur. Bu çərçivədə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının yaradılması təsadüfi addım deyil. Şuranın əsas hədəfi Güney Azərbaycanın müxtəlif siyasi, ictimai və mədəni təşkilatlar arasında həmahəngini təmin etmək, parçalanmış siyasi fəaliyyəti ortaq platformda birləşdirmək və milli tələbləri daha güclü səsləndirməkdir. Konferans boyu çıxış edənlər açıq şəkildə bildirdilər ki, təşkilatı dağınıqlıq və əlaqəsizlik Güney Azərbaycanın milli hərəkatının ən zəif nöqtələrindən biri olub və bu boşluq artıq doldurulmalıdır. Məhz bu baxımdan Şura yalnız Güney Azərbaycanın milli hərəkatında deyil, daha geniş mənada İranın siyasi meydanında var olan ciddi bir boşluğu doldurmağa çalışır. İranda qeyri-fars millətlərin uzun illərdir yaşadığı əsas sıxıntı milli tələblərin ayrı-ayrı, bağlantısız və zəif səslənməsidir. Əməkdaşlıq Şurası isə bu tələbləri cəmi siyasi iradə səviyyəsinə qaldırmaq niyyəti daşıyır və mərkəzli siyasi saxtara qarşı alternativ bir siyasi dil yaratmağa çalışır. Konferansda çıxış edənlərin demək olar ki, hamısı bir əsas qonu üzərində fikir birliyi nümayiş etdirdi. Təşkilatlar arasında əməkdaşlıq və birlik olmadan təsirli siyasi mübarizə mümkün deyil. Bu birlik yalnız şüar səviyyəsində qalmamalı, davamlı mekanizmlərlə gücləndirilməlidir. Bunun üçün siyasi fəallar arasında daimi diyaloq, ortaq proqramlar, həmahəng fəaliyyət planları və qarşılıqlı etimadın gücləndirilməsi vacib şərt kimi önə çəkildi. Konferansın diqqət çəkən cəhətlərindən biri də Ərəb, Bəluc, Türkmən və Qaşqai xalqlarının nümayəndələrinin fəal iştirakı idi. Bu iştirak həm İran daxilində, həm də uluslar arası topluma açıq mesaj idi. İranda problem təkcə bir xalqın deyil, sistemli şəkildə bütün qeyri-fars xalqları əhatə edən mərkəzçi və ayrımcı idarə etmənin problemidir. Müxtəlif xalqların eyni tribundan çıxış etməsi göstərdi ki, bu xalqlar öz tale və mübarizələrini bir-birindən ayrı görmürlər. Bu mənada Stokholm konferansını gələcəkdə xalqlar arasında daha sıx və həmahəng siyasi əməkdaşlıq üçün atılmış önəmli bir addım kimi
dəyərləndirmək mümkündür. Siyasi fəal və Azərbaycan Milli Dirəniş Təşkilatının qadın qolları sorumlusu Süheyla Əzizi bu konferansın moderatoru idi. Süheyla xanım konferans haqqında fikirlərini belə dilə gətirir. Bu konferans sadəcə anım deyil, Güney Azərbaycan Milli Hərəkatının gələcəyi üçün siyasi birlik və təşkilatlanma mesajı verən strateji bir toplantı idi. 21 Azərin 80-cı il dönümü Güney Azərbaycanın dövlətçilik təcrübəsinin, milli iradəsinin və mübarizə davamlılığının simvolu kimi önə çıxarıldı. Bu şura Güney Azərbaycan Milli Hərəkatında dağınıqlığı aradan qaldırmaqla yanaşı, İranın ümumi müxalif siyasi fəzasında mövcud boşluğu doldurmağı hədəfləyir. Siyasi fəallar birlik mədəniyyətini gücləndirməli, təşkilatlar arasında davamlı dialoq və ortaq fəaliyyət mexanizmləri qurulmalıdır. Konferansda Azərbaycanlılarla yanaşı ərəblər, bəluçlar, türkmənlər və qəşqailərin iştirakı İran daxilində millətlərin ortaq mübarizəsini, beynəlxalq aləmi isə çoxmillətli demokratik bir hərəkat mesajı verdi. Bu baxımdan konferansı gələcək ortaq və həmahəng mübarizənin bir addımı saymaq olar. Etiraz mitingi beynəlxalq qurumlara Güney Azərbaycandan olan siyasi məhbuslar da daxil olmaqla İran həbsxanalarındakı bütün siyasi məhbusların dərhal azad edilməli olduğu mesajını çatdırdı. Müstəqil və diaspora mediasının marağı müsbət idi, lakin bu mövzuların beynəlxalq mediada daha geniş işıqlandırmasına ehtiyac var. Əməkdaşlıq Şurası bu cür toplantıların davamlı keçirilməsini və daha sistemli siyasi platformalara çevrilməsini planlaşdırır. Əsas mesaj Güney Azərbaycan və İranda yaşayan bütün millətlərin azadlıq və demokrasiya mübarizəsi birliklə irəliyə bilər. Əlavə vurğu belə deyə bilərəm ki, Stockholm konferansı göstərdi ki, Güney Azərbaycan Milli Hərəkatı regional və çoxmillətli əməkdaşlığa açıq yeni mərhələyə daxil olub. Konferansdan öncə İran İslam Cumhuriyyətinin İsveçdəki səfirliyi qarşısında keçirilən etiraz mitingi bu siyasi xəttin praktik davamı idi. Miting vasitəsilə uluslararası qurumlara və qərarverici mərkəzlərə aydın mesaj verildi. İranda insan haqları pozuntuları, siyasi məhbuslar problemi və milli ayrı-seçkilik, yəni təbiiz davam edir. Və bu məsələ uluslar arasında gündəmdə saxlanılmalıdır. Özəlliklə Güney Azərbaycandan olan siyasi məhbusların azad edilməsi tələbi mübarizənin insani və hüquqi tərəfinin önə çəkildiyini göstərirdi. Həmin miting və konferansa medianın yanaşması bu tip təşəbbüslərin informasiya mübarizəsində, yəni rəsənəyi və rəvani savaşında əhəmiyyətli olduğunu ortaya qoydu. Fərqli media qurumlarının etkinliyin xəbərini verməsi Güney Azərbaycan məsələsinin məntəqi ya bölgəsəl çərçivədən çıxaraq daha geniş siyasi müzakirə mövzusuna çevrilmək potansiyelini nümayiş etdirdi. Bütün bunlar göstərir ki, beləncə toplantıların davamlı olması və sistemli siyasi mexanizmlərə çevrilməsi Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının qarşısında duran əsas vəzifələrdəndir. Konferansın saxtarı, panellərin məzmunu və müxtəlif xalqların iştirakı bu istiqamətdə ilkin siyasi iradənin formalaşdığını göstərir. Son olaraq Stockholmda keçirilən 21 Azər konferansının əsas mesajını bir cümlə ilə ifadə etmək olar. Güney Azərbaycan və İranda baskı altında olan millətlər tarixdən güc alaraq parçalanmanı geridə qoyub ortaq siyasi iradə və əməkdaşlıqla gələcəyi qurmaq niyyətindədirlər. Hörmətli dinləyicilər, siz Araz News radiosunun gündəm proqramını dinlədiniz. Başqa gündəm proqramına dək əsən qalın.